Salam sizə, tamaşaçılar, Ailə Həkimi veriliş efirdədir. Ailə Həkimi verilişində bugün mövsümə uyğun bir mövzu açmaq istəyirəm. Ailə həkiminiz kimi hər zaman uşaqların sağlamlığı diqqət mərkəzindədir bizim üçün və uşaq sağlamlığının da elə aspektləri var ki, onlar geniş müzakirə olunmalıdır. Onlardan biri də uşaq sağlamlığı probleminin, deməli, problemlər içində ən aktual məsələ mövsümü də nəzərə alsaq, yuxarı və aşağı, ümumiyyətlə tənəffüs yolları xəstəliklərdir. Yəni, yuxarı tənəffüs yolları xəstəliklər içində çox, tez-tez burnu axan, qızdırması qalxan, qrip dediyiniz halları keçirən uşaqlardır. Tez-tez xəstələnən, bizim üçün bugün aktualdır, müzakirə mövzusudur. Çünki həm bizim uşaq həkimimiz, həm də qulaq-burun-boğaz həkimimiz studiyadadır. Onları təqdim edəcəm, əvvəlcə təbii nömrələr deyəndən sonra. Deməli, mövzumuzu əsas bilin ki, yuxarı tənəffüs yolları və aşağı tənəffüs yolları xəstəlikləri uşaqlarda bronxit və pnevmoniyanı tutmuş, ta ki burun axıntısına qədər müzakirə mövzumuzdur bugün. Boğazları tez-tez ağrıyan uşaqlar da həmçinin. Xüsusilə boğaz ağrısına tez-tez mübtəla olan uşaqlarda, tez-tez xəstələnən uşaqları da biz uşaqların valideynlərindən zənglər gözləyirik. İki telefon nömrə istiqamətini qeyd edin əvvəlcə girişdə. Birinci növbədə efirə zəng etməyə imkan verən telefonumuzdan başlayaq. Sırf bugünkü mövzuda zəng edəcəksiniz. 012 və başqa beynəlxalq kodla +99 412 537 0372 nömrəsi sizin ixtiyarınızdadır ki, efirə zəng edib sual verə biləsiniz. Bir daha 012 537 0372. Digər istiqamət isə bugünkü mövzudan savayı daim sizi narahat edən digər mövzular, xüsusilə psixosomatik əsaslı deyək, yəni psixoloji əsaslar üzərindən yaranan xroniki bədən xəstəlikləri və ağrıları tərəfdən ailə həkiminizin qəbuluna da yazıla bilərsiniz. Bunun üçün 012 405 73 99 və 012 405 73 00 2 nömrə sizin ixtiyarınızda olacaq. Verilişin sonunda bu nömrələrə təbii ki, qayıdacağım. Amma bugünkü mövzu üzrə isə təbii bizim ekspertlərimiz var, onları dəvət eləmişik. Onlara müraciətinizi istəyirik. Ona görə də veriliş vaxtı ərzində diqqətli olun ki, həmin bizim ekspertlərimizin çalışdığı, əyləşdiyi klinikanın 2 telefon nömrəsini mən diqqətinizi çatdıracağım. Rejissorumuzdan xahiş edəcək, dəfələrcə hər 5-7 dəqiqədən bir diqqətinizi çatdırsın ki, qeyd edib bizim mütəxəssislərin qəbuluna birbaşa yazıla biləsiniz. Gəlin ekspertlərimizi də tanımırsınızsa tanıyaq, tanış edeyim. Onlar artıq daimi ekspertlərimizdir. İlk növbədə istəyirəm, artıq deməli, Türkiyəli yox, Azərbaycanlı türk saydığımız mütəxəssis təqdim edeyim. Uzun müddət Azərbaycanda çalışan, uzun müddət üçün müqavilə bağlayan Türkiyəli professor doktor Rəfiq Çaylan buradadır. Rəfiq bəy, xoş gəlmişsiniz. Rəfiq bəy qulaq-burun-boğaz həkimi və ya cərrahı, necə siz qəbul edin, yəni qulaq-burun-boğaz sahəsi mütəxəssisidir və bizim hər zaman xəstələri konsultasiya etdiyimiz mütəxəssisdir. Yəni fikirləşin ki, buradan Türkiyəyə getməyə ehtiyac yoxdur, belə bir professorumuz. Yəni Azərbaycan qulaq-burun-boğaz cərrahiyəsi üçün də bir məktəb nümunə ola biləcək bir insandır. Təşəkkür ederim. Doktor, işdən ayrı dəvət eləmişsiniz və mən hər zaman qürurla təbliğ etdiyim mütəxəssislərdən biri buradadır. Yəni, qürurla niyə? Mən onlarla həqiqətən öz daxili qürur hissi keçirirəm ki, bizim başımızı gedib Türkiyədə, Avropada təhsil alıb, orada da uca edib çalışırdılar, orada da tələb olunan mütəxəssislərdir. Amma bütün bu Türkiyədəki tələbatlara baxmayaraq ki, orada da mütəxəssis kimi arzulanan həkimdir, burada çıxış edən, burada çalışmağa üstünlük verən, o mənada qürur duyduğum Azərbaycanlı mütəxəssisimiz buradadır. Uşaq xəstəlikləri sahəsində uzman deyilik Türkiyədə buna, yəni tam ixtisas təhsil almış. İlk illərdən, yəni Türkiyədə təhsil almış mütəxəssisdir. Amma bu münasibətlə çalışmağa üstünlük verən Erkin Rəhimov buradadır. Erkin doktor, xoş gəlmişsiniz. Xoş gördük. Erkin doktor Baku Medikal Plazada, deməli, Babək filialı dediyimiz böyük mərkəzində uşaq xəstəlikləri və neonatologiya sahəsində rəhbərlik edir. Siz hər ikinizə minnətdaram. Çox sağ olun. Təşəkkür ederiz. İştirak edirsiniz. Və suallarımız da ilk növbədə təbii ki, Erkin doktor istiqamətində ola bilər, uşaqlara aiddir mövzu. Amma qulaq-burun-boğaz cərrahimizin burada olmağı mövzumuzu genişləndirir. Çox rahat şəkildə bir-birinə mövzunun sualları ötürə biləcəyik, bir-birimizə bu mövzunu tam geniş əhatə eləmək üçün. Beləliklə, doktor, Erkin doktor, birinci xoş gəlmişsiniz bir daha. Sağ olun. İkinci, mən verişdən qabaq müzakirə elədim, keçən də müzakirə eləmişdik, siz ginekoloqla birgə çıxış eləyəndə də bizimlə həm fikirsiniz. Yəni, ailə həkiminin mövqeyi var. Mövqeyimiz odur ki, yanlış fikirlərdən bu cəmaat uzaq ola bilsin. Və Respublikanın baş pediatrının hər zaman irəli sürdüyü dərmanların səmərəli istifadəsi anlayışına hər zaman siz də dəstəksiniz fəaliyyətinizə və verişdən qabaq da bu dərmanlar, uşaqlarda dərmanların lazımsız istifadəsi barədə danışdıq. Bir də tez-tez xəstələnən uşaqlar sadə maraqlı fikirlər dediniz verişdən qabaq mənə. İstəyirəm indi cəmaatımız da bu fikirlərdən xəbərdar olsun. Birinci başlayaq nədən? Uşaqlar, tez-tez xəstələnən uşaqlar, yaş qrupları üzrə qısa məlumat istəyirəm. Düzdür, qısa deyil bu fikirlər, amma qısa olmağını istəyirəm. Əvvəlcə çox təşəkkür edirəm, yəni verilişə dəvət elədiyiniz üçün.
Bu mövzu çox əhəmiyyətli bir mövzudur. Çünki tam fəsil olaraq da bu uşaqlar tez-tez bizim yanımıza gəlirlər. Ümumiyyətlə, bütün dünyada uşaqları, yəni bu yaşlarda, yəni uşaq 0 ilə 16 yaş arasındakı olan uşaqlarda tez-tez xəstələnmə həkimin yanına gətirmə səbəbləri arasında ilkin səbəblərdəndir, yəni ilk əvvəl gələn səbəblərdəndir. Və çox vaxtda ailələr bu immunitetdə çatışmamazlıq olduğu üçün belə bir vəziyyətin olduğunu düşünürlər. Amma biz həkim olaraq bunları çox yaxşı ayırmalıyıq. Yəni uşaqda doğrudan da immunitet çatışmamazlığı mı var, yoxsa yaşına uyğun doğrudan da xəstələnirmi bu uşaq və bu xəstəlik uşaqda hər hansı bir fəsada və ya xroniki bir hala səbəb ola biləcəkmi? Bu bizim üçün çox ətraflı bir mövzudur və vacib bir mövzudur. Bununla bizə gələn uşaqlara baxdığımız zaman, bu şikayətlərlə, tez-tez xəstələnmə şikayəti ilə gəldiyin zaman, bunların hardasa 50%, bütün yaş qruplarına baxdığımız zaman uşaqlar arasında 50% tamamilə normal uşaqlardır əslində. Yəni bunlarda heç bir xəstəlik yoxdur. Bunlar sadəcə İmmunitet zəif deyil. İmmunitetdə zəiflik yoxdur və bu uşaqlar sadəcə daha tez xəstələnirlər başqa uşaqlara nəzərən. Bunların hardasa 30%-i allergik uşaqlardır. Bu da yüksək bir faizdir. Yəni hər 10 uşaqdan 3-ündə, 4-ündə allergiya ola bilər və bu allergik astma deyirik ya da atopik, yəni bir şeyə qarşı allergiya olan bədəndə olan uşaqlar atopik uşaqlar deyilir. Bu cür uşaqlar olur. Onların hardasa 10% ya da 15% xroniki xəstəliyi olub və buna bağlı olaraq yaxşı yemək yeməyən, problemləri olan uşaqların tez-tez xəstələnməsi və sadəcə hardasa 5-10% doğrudan da ciddi bir immun yetərsizliyi dediğimiz, yəni immunitetin yaxşı işləməməsinə bağlı olan tez-tez xəstələnmələr olur. Onları da biz ilkin, yəni bu anadan gəlmə olan problemlərdən qaynaqlanan olanlar və sekonder, yəni ikincil bir səbəbə bağlı. Hər hansı bir xəstəlik var, bu xəstəliyə bağlı immunitet düşür və onun üçün uşaq tez-tez xəstələnir deyə ayrılır. Mən burada özəlliklə nəyin üstünə çox durmaq istəyirəm. Dediyim kimi 50% normal, 30% da allergik dediyimiz, yəni əslində bunların 80%, 85% tamamilə fərqli səbəblərdən dolayı bu infeksiyonu tez keçirirlər. Bir də bu infeksiya tez keçirmək bizə görəmi, sizə görəmi, kimə görə tez keçirmək? Bizim bəlli bir kriteriyalarımız var, yəni tez-tez xəstələnən uşaqlarda. Bu da nədir? Əgər bağçaya gedirsə bir uşaq, il ərzində 8 ilə 12 dəfə xəstələnə bilər. Bu da nə deməkdir? Bu qış fəsillərdə daha çox olur. Ayda 2 dəfə xəstələnməyə qədər 1 ilə 5 yaş arasındakı olan uşaqlarda biz normal qəbul edirik. Yəni bu uşağın haqqıdır. Yəni bu qədər xəstələnə bilər. Amma bizə ayda 1 dəfə xəstələnən və 2 ayda bir xəstələnən uşağı immuniteti çatmır deyə bizə çox gətirilir. Və burada da daha da çox üstünə düşdüyümüz boşuna, lazımsız yerə bu yaş qrupunda daha çox viruslar infeksiya təşkil edir və bunlara antibiotik verilir. Və bir çox vaxtı lazımsız yerə səmərəli dediniz istifadəsi, yəni antibiotiklərin boşuna antibiotik almış olurlar. Biz mənə bu cür şikayətlərə gələn ailələrə həmişə deyirik ki, 1-5 yaş arasında infeksiyaların çoxu viraldır və onlara heç antibiotik təsir eləmir. Yəni boşuna geri antibiotik almasınlar. Çox sağ olun. Bircə cümlə ilə cavab istəyim bizim hörmətli professorumuzdan və sonra artıq zənglər daxil olub, zənglər almağa başlayaq. Zənglər onsuz da bizə mövzu istiqaməti verəcək. Amma mənim sualım nədir? Siz danışdıqca mən aminoqlikozitləri fikirləşirdim və karlığı fikirləşirdim. Rəfiq bəy, bax, Türkiyədəki praktikanız var uzun illər. Burada praktikanız artıq bir neçə, təzə də olsa, yəni artıq praktikanız var. Klinikanın mərkəz təzə açılıb deyə, burada praktikanız çox uzun müddət deyil. Amma bütün bu praktikanızı cəmləyin və mən bir sualıma cavab verin. Karlığı sonradan yaranan karlıqla gələn uşaqların anamnezində, sorğunuzda çoxmu rastlaşırsınız bu aminoqlikozitlərin, bu gentamitsin, kanamisin istifadəsindən karlığa uşaq yaşlarda? Evet, özellikle küçük çocuklarda, bebeklerde herhangi bir ciddi enfeksiyon varlığında bu daha ziyade idrar yolu enfeksiyonları olabilir ya da gastrointestinal sistem enfeksiyonları. Evet. Ona göre yazılır. Evet. Bazen de solunum yolu enfeksiyonlarında, ağır enfeksiyonlarda aminoglikozitlerin kontrolsüz kullanımı ve sık kullanımı işitme kayıplarına, orta ve ileri derecede her iki kulakta işitme kayıplarına yol açıyor. Bir gentamisin ve diğer yine aminoglikozitlerin de vestibüler şeyleri var. Kanamisin bunlar kullanılırken mutlaka monitörize edilmesi lazım. Hastanın bir kere endikasyonu doğru seçilmesi lazım. Son tercih olan ilaçlar önceden evvelce seçilmemesi gerekir. Ve verilirken de kan seviyeleri ve hastanın işitmesi, şikayetleri, ortaya çıkabilecek şikayetleri monitörize edilerek, gözlenilerek
takip edilmesi lazım. Yani kontrollü şekilde kullanılması gereken ilaçlar. Ama işlenməsə maalesef daha yaxşı olar. uygulamamızda, pratiğimizde biraz fazlaca ilaca bağlı işitme kayıpları, şüphesi taşıyan vakaları fazlaca görüyoruz. Çox minnətdaram. Yəni bu tək Azərbaycanın yox, Türkiyənin də eyni problemi yəqin ki var. Evet. Bu məsələ ümumiyyətlə istəyi tamaşaçılar bu valideynlər üçün deyilən məsələdir. Çox minnətdaram hər ikinizə. Valideynlər üçün deyilən məsələdir. Əgər geniş spektrli antibiotiklərin təyin olunmağa imkan olan yerdə, əgər eyni mikroba qarşı həssaslıq təyinində başqa bir antibiotik imkan olan yerdə övladınıza amikasin tərkibli, adı başqa ola bilər. Bugün dərman şirkətləri istehsali dərmanlara hərəsi bir ad qoya bilər. Amma tərkibdən gedir söhbət. Kimyəvi tərkibində amikasin olsun, gentamitsin olsun, kanamisin olsun. Bunlar varsa biraz ehtiyatlı olmalısınız. Valideynlərə müraciət edirəm. Həkimə soruşulursa bəlkə başqa dərman yazmaq olar. Çünki bu dərmanlar uşaqlarda karlığa səbəb ola bilər deyə bir yanaşmanız olsun. Eləmi doktor? Yəni yaşı 18 yaşa qədər dikkat olmak lazım. Bəli, bu uşaq yaşı sayılır. Çox minnətdaram hər ikinizə geniş söhbət olsun deyə bunları aldıq. Zənglər başlayıb. Gəlin zənglərin içindən çıxan məqamlara daha çox diqqət ayıraq. Çünki onlar real xəstəlik hekayələridir. Çox minnətdaram hər ikinizə. Ailə həkim verilişində bugünkü qonaqlarımız haqqında məlumat verin və onları tanıyın, onlara birbaşa müraciət imkanınız olsun. Baku Medical Plaza'da mütəxəssislərimiz çalışır. Profesor doktor Rəfiq Çaylan, qulaq burun boğaz cərrahımız Baku Medical Plaza'da deməli mərkəz filialında çalışmaqdadır. Cərrahi əməliyyatları da orada aparır və hər zaman qəbuluna yazıla bilərsiniz. Eyni nömrələrlə Baku Medical Plaza Babək filialında da Ərkin doktoruna qəbuluna bizim valideynlər uşaqlarını apara bilərlər. Həm 0 yaşdan, yəni yeni doğulmuş körpələr bilə neonatoloji sahədə xidmət təşkil edən mütəxəssisdir bu doktorumuz Ərkin doktor. Həm də bütün yaşlı uşaqlar, 18 yaşa qədər bütün uşaq yaşı sayılır. Valideynlər müraciət edə bilərlər, yəni uşaqları ilə bağlı. Bunu biləsiniz və eşidək ilk tamaşaçımızın, ilk pasiyentimizin sualını. Alo, buyurun. Doktor, sizi salamlayıram. Aleyküm salam, buyurun. Mən uşağım 2 yaşına az qalır, 1 yaş 9 aylıqdır. Anadan doğulandan bu uşaqda xırıltı vardı. Elə bir ki, yatanda nəfəsində pis səs gəlirdi. Sonra həkim mənə dedi ki, burada timus vəzi var uşağın boğazında. 2-ci dərəcəli timus vəzi var. Bir müddət müalicə etdirdik, amma nəsə keçif getmədi. Yatanda da xorulur. Uşaq deyir, yatanda intensivli xorultu əmələ gəlir. Xanım, mən üzr istəyirəm, müəssisə adı deməyin. Onu deyin görüm, həkim poliklinikada mı çalışır? Amma poliklinika adını deməyin, xahiş edirəm. Yox, poliklinikada deyil. Özəl müəssisədə mi çalışır həkim? Yox, dövlət xəstəxanasında. Dövlət xəstəxanasında. Dövlət xəstəxanasında həmin həkimin rəhbərliyinə müraciət eləyin və deyin ki, mənim uşağıma heç bir əsası olmadan timus adlı diaqnoz qoyublar. Çox xahiş edirəm, özünüz müraciət edin. Biz buna vadar olmayaq. Bizim işimiz deyil. Yəni timus adlı diaqnozu biz illərlə deyirik ki, belə bir diaqnoz yoxdur, xəstəlik adı yoxdur belə. O normal vəzin adıdır. Aydındırmı? Yəni belə məlumat verirlər. Amma yenə də uşaqda allergiya var. Qızım sənə deyirəm, gəlinim sən eşit prinsipə. Bütün övladlarına timus diaqnozu qoyulan valideynlərin nəzərinə. Mən özüm də valideynəm. Burada da valideynlər əyləşiblər yəqin ki və biz istəmərik ki, öz övladımıza deyilməyəni sizin övladınıza desinlər. Yəni, mən qoymaram. Timus adlı diaqnoz yoxdur, xəstəlik diaqnozu yoxdur timus adında. Timom adlı, doktorumuz danışar daha rahat. Yəni, bunu mən sadəcə ürək yanğısı ilə heç zaman susa bilmədiyim mövzudur və susmayacam da. Yəni, susmaq istəmirəm bu mövzuda. Bunu siz o həmin müəssisənin rəhbəri tənbəllik eləməyin. Gedin müəssisə rəhbərliyi, sizə reaksiya verməzsə, daha sonra Respublikamızın baş pediatrı var, Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz ki, mənim övladıma heç bir diaqnoz siyasında, heç Sovet diaqnostikasında belə adı olmayan timus adlı xəstəlik diaqnozu qoyublar, nəyə görəsə. Ya buna sizin ixtiyarınız var, aydındır mı? Bəli, o yenə də nəfəs alır, qulaqlarında şu an əli saatisiz qaşınma edir qulaqlarında. Doktorumuzun suallarını işləyək, suallarınızı verin. Xanım, biz 1 yaş 9 aylıq dediniz, düzdür? Hə, bu uşaqda şikayətləriniz də başa düşdüyüm qədərlə davam edir. Bəli. İndi yəni bizim Əli həkim bu barədə çox ətraflı məlumat verdi. Mən çox qısaca deyəcəm. Timus vəzisi hər kəsdə... Siz cavab verir saatda oturur, elə mi? Sualınız qaldı mı sizin? Yox, sualımız yox. Sizin sorunuz bəlkə ola bilərmi? Sualınız. Ne zamandır var? Horuldaması ne zamandır var? Anadan doğulandan var bu uşaqda. Peki. Sual yoxdur da. Yox. Hər ikinizdən fikir alacaq. Xanım, sizin sualınız, əlavə sualınız, fikriniz var mı? Bir də keserlə götürülür uşaq üstdən üzərinə. Aha, süd vermişsiniz? Mən də bağırsaq problemi var, sual vermək istəyərdim ki, yəni bu uşaqda anadan doğulandan da qəbizlik var. Doğulandan bu uşaqda var bu problem. Bir də gözü gücənəndə bizi qaytarma kimi olur uşaqda. Çox çətinliklə. Süd vermişsinizmi? Bəli, indiyənə qədər ana südü yeyir. Çox, bu yaxşıdır heç olmasa, elə mi doktor? İndiyənə qədər ana südü yeyir. Amma çox əziyyət çəkir ayaqlığına gedəndə uşaq. Yəni, ümid eləyək ki, daha deməli, uyğun istiqamət həkimlərə müraciət eləmə imkanınız olacaq.
Çox sağ olun, sualınıza görə. Mən çox təəssüf edirəm ki, dövlət müəssisəsində, mən ilk dəfə işləyirəm ki, dövlət müəssisəsində belə timus diaqnozu qoyublar. Adətən özəl müəssisələrdə üzdən iraq bəzən belə diaqnozlar olur, amma dövlət müəssisəsində bu nəzarətlər daha güclüdür mən bildiyimə görə ki, yerinə gəlsin bu fikirlər. Mən inanıram ki, biz ailə həkim verilişini Azərbaycan Dövlət Televiziyasında dinləyən həkim kolleqalarımız var və onlar müvafiq nəticələr çıxardıb, müvafiq şəkildə. Mən inanmıram da ki, həkim bu diaqnozu qoya. Amma deyəsən var belə həkimlərimiz. Çox gəlir bu cür Sizə də xəstələr, gəlir. çox gəlir. Yəni, Buyurun, doktor, paylaşın bu dərdinizi. Bizim də Bu mən dərd öz də əslində şəxsi bu, problem. praktikamda Bəli. belə deyim də mənə yəni 100 xəstə gəlirsə onların ən az 30-40-ında timus var və bu səbəbdən uşaqda xırıltı var deyə bir şikayətlə gəlir. Yəni desə bu bir problem. Hardasa hə bəli 30-40% çox yüksək bir faizdir. Mən buradan verilişdən istifadə eləyərək bir yəni mövqeyimi və dünyadakı olan mövqeyi bildirmək istəyirəm. Timus vəzi hər kəsdə olması lazım olan bir vəzidir. Yəni bu immunitetin formalaşması sırasında oradakı hüceyrələr yetişir və bir uşaqda timusun olmaması çox ciddi bir problemdir ki, adı Dijort sendromu dediğimiz bir sendromdur. Bu çox ciddi problemlər doğurur və uşaqlarda çox vaxt ölümlə sonuçlanan bir vəziyyətdir. Timusun olmaması. Olmaması. Hə. Olması isə çox mükəmməl bir şeydir. Yəni timusun olması bizim istədiyimiz bir şeydir həkim olaraq. Ailələrin də məncə istəməsi lazım. Yəni çünki sonuçta bu o bədənin immunitetin formalaşdığı yerdir. O şəkildə bilmək lazımdır. İndi əvvəldən də dediyim kimi, yəni uşaqlarda çox tez-tez deyirlər ki, bu vəzi böyür və güya orada bir yeşəyə basır və o da tənəffüs probleminə səbəb olur. Heç bir kitabda, heç bir elmi qaynaqda belə bir şey yoxdur və bu xırıltıların altında, yəni ən çox da bəlkə bizim hocamız da deyəcək, laringomalazi dediyimiz, yəni uşaqlarda bəzən qığırdağın yumuşaq olmasına bağlı olaraq anadan gəlmə və nəfəs sırasında o qığırdaq hərəkətindən çıxan xırıltı səslərindən önə çıxaraq ailələr yəni fikirləşir ki, uşaqda bir problem var və bu səbəblə həkimə gedir və çox üzülərək dediyim bəzi də həkimlərimiz də bəli onda timus vəzi var. Valideyn narahatlığı üzərində avantüristcəsinə biznes qururlar deyək. Yəni çox ciddi bir problemdir və çox vaxtda sadəcə burnu tıxalı olan, nəfəs almaqda çətinlik çəkən uşaqlarda bu diaqnoz qoyulur. Bu birincisi. Yəni bu yəni sualın birinci tərəfidir. Timus deyə bir diaqnoz yoxdur, bizim həkimimiz də dedi. İkinci tərəfi isə bu uşaqda mən əvvəl dedim 50% sağlam olur, 30%-də allergiya olur. Yəni bu uşaqda əgər öskürəklər təkrarlanırsa, yəni bu xışıltı atakları dediyimiz xırıltı devamlı olursa, tez-tez olursa, hər xəstəliyində bu olursa, onda bunu mütləq allergiya açısından baxmaq lazımdır. Çünki biz bilirik ki, atopik dediyimiz bir şeyə qarşı allergiyası olan uşaqlarda qış fəsillərində, yəni virusların daha çox yayıldığı fəsildə xırıltılar olur. Və bunun da spesifik müalicəsi aparmalıdır. Yenə də çox vaxt lazımsız yerə antibiotik verilir bu səbəbdən dolayı. Yəni, uşaq xırıldır deyənə pnevmoniya deyilir və bu səbəbdən də antibiotiklə, güclü antibiotiklə xəstəxanada yataraq verilir uşaqlara. Lazımsız yerə verilir. Əslində inqalyasiyana, bronxların açılmasına səbəb olan dərmanlar verilsə, bəlkə də bu xırıltı bir gündə, 2 gündə keçəcək. Amma dediyim kimi, lazımsız yerə yenə də bu cür uşaqlara antibiotik verilir. Bu xanıma da tövsiyəm mütləq yaxşı bir mütəxəssisə gedib, onu o nöqteyi nəzərdən, yəni allergiya açısından araşdırılması və lazımdırsa spesifik müalicə ki, biz xronik allergik uşaqlarda mütləq onlara qorucu dərman veririk. Qorucu dərmanları verməyi çox üstün tutarıq. Çünki tipdə bir xəstəlik olandan sonra müalicə var, bir də qorucu müalicə var. Bizim üçün qorucu hər zaman daha vacibdir. Xəstəlik daha olmadan onu eləmək daha vacib olur. Çox minnətdaram. Doktorumuz bir şey qeyd elədi Rəfi bəy. Orada qığırdağın deməli inkişafdakı qüsur vardı. Buyurun. Yeni doğanlarda ya da infantlarda solunum yolu şeylerin başında, teneffüs yollarındaki darlıkların başında bu Erkin hocamızın söylediği laringomalazi dediğimiz kıkırdak zayıflığı meydana gelebilir. Bu değişik derecelerde olur. Kendini horuldamadan ziyade nefes alırken ortaya çıkan bir sesle kendini belli eder ve çocukta beslenme zorluğuna yol açar. Ama bunun tedavisi büyük oranda konservatiftir ve zaman içerisinde spontan olarak kendiliğinden 9 ay, 12 ay içerisinde kendi kendine toparlar. Eğer alerjiya tarafı yoksa da. Evet. Diğer bir ihtimal çok düşük de olsa erken yaşlarda 6 aylık, 8 aylık yaştan itibaren adenoid yani burun arka boşluğundaki lenf dokusunda
büyümeler olabilir. O da hafif burun tıkanıklıklarına yol açıp horuldamaya yol açabilir. Ama bu seyircimizin, dinleyicimizin bahsettiği şey gastrointestinal sistemde bir problemi de olabilir. Kusmalardan bahsetti, kabızlıktan bahsetti. Reflü gözden kaçar. Reflü de bir horuldama şikayetine de yol açabilir. Dolayısıyla iyi bir uzman kontrolünden geçtiği takdirde belki problem yok. Bu problem evet, ortaya kalkar. Ben de katılıyorum Timus için söylediğiniz şeye. Bizim hiç duymadığımız bir hastalık. Sadece burada var olan çöpçülük gibi. Yani kulak burun boğaz alanında biz de çok sık karşılaşıyoruz. Çocuğu getirdiklerinde Timus'u varmış. Timus'unu tedavi ettiriyoruz diye. Çok sık hasta görüyoruz. Hakikaten %30, %40 kadar bir sıklıkta görüyoruz. Ve bu ilk problemi burada kaldırmağım havayı değil de bu problem var ve bu problemi görmemezlikten gitmek olmaz. Evet, bunun üzerine vurgulamak lazım. Vurgulamak lazım. Bu ciddi bir yani bazen genel halk iradlar olur sorunu. ki, doktor siz bazen keskin deyirsiniz. Bu biz siz yenə təkrar edəcəm. Hər bir həkim, bax bu hər bir məni dinləyən həkim kolleqam, əgər dinləyən varsa, ola bilər həkimlərimiz bilikləri çox zəngindir və bizə ehtiyacları yoxdur dinləməyə. Amma hər bir həkim dinləyən həkim əlini ürəyinə qoysun, valideynsə bu barədə fikirləşsin ki, mən öz övladıma Timus deyib müalicə eləyərəmmi? Eləyərsə mənim sözüm yoxdur. Öz övladınıza o diaqnozu qoyarsınızmı? Öz övladınıza lazımsız antibiotik verərsinizmi? Verməsinizsə, əgər başqa məqsədlərlə, başqalarının övladlarını, başqa deyil, öz həmvətənimizdir, onun övladına o dərmanı yazmağınız doğrudurmu? Yəni, biz problem olmayan tərəfləri deməyə bilərik ki, hər şey gözəldir deyə bilərik. Bəli, bizim çox gözəl, belə Erkin Rəhimov kimi mütəxəssislərimiz yetişib gəlir xaricdən. Azərbaycanda da yetişənlər var. Yeni səhiyyə təhsili sistemi, tibbi təhsil sistemi buna imkan yaradacaq artıq ki, bizim özümüzdə yetişəcək bu mütəxəssislər tədricən. Tibb Universitetinin böyük klinikaları var, orada yetişir mütəxəssislər. Amma bu, indi bugünkü gündə keçmişdən qalan, Sovet dönəmindən qalan və iki tipli fikir var da. Bir var, Sovet dönəmindən qalan klinik təfəkkür var. Çox gözəl bir şeydir o. Xəstəyə klinik, akademik, geniş yanaşma anlayışı var Sovetdən qalan. Bunu biz qəbul edək, amma propedevtikasını qəbul edək, təcrübəsini atmayaq kənara. Amma bir də var ki, Sovet dönəmindən qalan, heç Sovet kitablarında olmayan əslində yanlış fikirlər var. O Timus deyilən diaqnoz onlardan biridir. Biz bunu həkim kimi deyirik və heç bir həkim kolleqamızın zəhmətini yerə vurmadan hər birinə hörmətlə bunu deməyə çalışırıq. Biz valideynlərə deyirik. Qoy valideynlər heç olmasa özləri nəticə çıxartsınlar bundan və bu məqamda aldanmasınlar. Mən elə bilirdim azdır. Siz deyirsiniz daha çoxdur. Bu çox olmağı mən havayı narahat olmuram deməkdir və mənim fikirlərim kəskin deyən insanlar da bunu düşünsünlər ki, bu kəskin fikirləri deməkdə mən onların da övladlarına bu cür tipli diaqnozları qoymasının qarşısını almaq niyyətindəyəm. Düz tək başına mən bunu eləyə bilmərəm. Bunun üçün dövlət orqanları işini görür və görməkdədir. Klinik protokollar Səhiyyə Nazirliyi tərtib eləyir pediatriya sahəsinin xüsusi özəlliklə. Bu sayədə həqiqətən mən dəfələ adını çəkməyə özümə borc bilirəm ki, baş pediatrımız bu sayədə çox ürək yanğısı ilə fikirlər də söyləyir. Dəfələrcə bizim, məsəl üçün, Mədəniyyət Kanalı vaxtilə yayımlanan şəfa yolu verilişində Nəsib doktorumuz özü bu barədə fikirlər söyləyibdir bir neçə dəfə ki, uşaqlara dərmanlar lazımsız yerə işlənməməlidir və lazımsız diaqnozlar qoyulmamalıdır, məntiqsiz diaqnozlar və heç bir əsas olmayan. Çox minnətdarım doktor. Bağışlayın, bu mövzu elə mövzudur ki, həssas mövzudur və bunu biz dərinləşdirməliydik. Amma keçək son növbəti suala. Etiraz eləmirsinizsə, bir sual da var. Görək hansı sahəyə aid. Hər kəsə minnətdarım gəlişinizə görə. Ümumiyyətlə, doktorlarımız bütün mövzuları bir-birləşdə danışa bilməzlər. Amma biləsiniz ki, hər ikisi öz sahəsində ən öndə gedən iki mütəxəssis sayıram onları bu sahədə. Biri Türkiyə professor doktor Rəfiq Çaylandır, qulaq burun boğaz xəstəlikləri mütəxəssisidir. Baku Medical Plaza çox belə müdrik bir yanaşma irəli sürür. Türkiyədən təqaüdə çıxmamış hələ Türkiyədə də lazım olan mütəxəssisləri dartıb gətirir Azərbaycana. Onlardan biri professor doktor Rəfiq Çaylandır ki, orada da lazım olmağa baxmayaq, biz bunu Azərbaycan olaraq dartıb gətirə bilmişik Baku Medical Plaza klinikasının timsalına və təbii ki, öz arzusu ilə, öz xoşu ilə, öz əzmi ilə, vətən sevgisi ilə Türkiyədə yenə də araşdıra bilərsiniz, lazım olduğuna baxmayaraq, tələb olunduğuna baxmayaraq, orada oxuyub qutarsa da Azərbaycana qayıdan və təmiz yanaşma əsasları çalışan mütəxəssis sayıram. Onu Erkin Rəhimov da buradadır. Pediatr, uşaq həkimidir. Övladlarımıza etibar edə biləcəyimiz bir mütəxəssis sayıram. O mənada ürəklə sizə təqdim və təbliğ edirəm. Və eşidək sualımızı. Alo, buyurun. Alo. Bəli, buyurun. Həkimlərimizi salamlayıram. Aleyküm salam. Sizi narahat edirəm ki, Zorlarımda Küsmantur kəndindən də adımda nəvidir. Mən babayam, mənim bir nəvəm var, doktor Səhər Qurbanov, 6 yaşı var. Allaha qurbanlıq. Doktorum, uşağın demə sudurması var, uşaq nə eşidir, nə danışır, əqləcə
1 yaşında uşağın əqli kimidir. İnkişaf etmir. Neçə Mənə yaşındadır? xahiş edirəm, bizə istiqamət verin. Neçə yaşındadır indi? Yaşı neçə? 6 yaşında doktor. Artıq 6 yaşındadır. Heç eşitmir. Suallar var. Suallarınız varsa verin. Mən başlamaq istəyirəm. Bu uşaq keseryanlı normal doğumla mı doğuldu? Yox, bu doktor qurban olun. Üzr istəyirəm, biraz çətin doğuş olub. Və 105 aylığında belə xəstə peyvənd də olub bu uşağa. Sonradan bir olub. Doğuşu çətin oldu dediniz. O xalq arasında Peyvəndə oksigensiz heç bir qalma, gipoksiya deyirlər. Yəni oksigen çatışmamazlığı olubmu doğumda? Yəni doğumda bir reanimasiya tədbirləri görünübmü uşağı canlandırmaq? Yəni üzr istəyirəm, efir vasitəsi, yəni bu maşa üsulu ilə doğuş olununda. Doğuş yardımında çətinliklər. Və ondan sonra uşaq göyəribmi? Yəni nəfəsi özü alıbmı doğuş vaxtı? Yox, doktor, 5 ay uşaq qanun normal şəkildə bir tane 5 aylı uşaq nətər ola bilər? Peyvənd olandan sonra bu uşaq özün bir üzə verdi bu vəziyyətdə. 5 aylıq dediniz, yəni doğuşu yəni vaxtında deyil, əvvəlmi doğulub? Yox, normal doğulub. Vaxtında mı doğulub? 5 ayda 5 ayda peyvənd eləyiblər deyil. 5 aylığında peyvənd olub. Peyvənddən olmağı ideyasını sizə kim söyləyib? Onu Nə bilim ay doktor, sən qurban ol, kənd yerində, hər arvad bir söz deyir, bizim dağımıza batır. Olar ki, o hələ deyiyi sözü bir kənara qoyarıq. Bax, indi həqiqətən də Avropa səviyyəli pediatr der ki, doktor, görək peyvənddən belə şey ola bilərmi? Onu da fikirlərini eşidərik. onları deyəcəm. Bəli, buyurun. Bir neçə daha sualım var. Suallarınızı verin. Ana ilə ata arasında qohumluq varmı? Xeyr, o heç Qohumluq yoxdur. 5 aya qədər özü qidalanıb, ana südü alıb, yaxşı inkişaf edib, peyvənd vurulub, ondan sonra mı pisləşib? Düzmü başa düşdüm? Bəli, o peyvənddən sonra belə pisləşib. Hə, ondan sonra ümumiyyətlə zəifləməyə başlayıb. İndi çəkisi neçədir məsələ? Boyu, kilosu? Boyu doktor normaldır, çəkisi də yaxşıdır. Anormaldır da belə üzr istəyirəm, adamın ürəyi dağlanır. Yəni əqli inkişafı geri qalıb, düzdür? Əqli inkişafı sıfıra bərabərdir. O dərəcədə özüm üzr istəyirəm, bayra zada getməyin də başa düşmür. Yeməyə də üçün 10 kilo yemək ver, yeyə bir atqaz yoxdur. Bəli, bəs yürüməsində, hərəkətlərində problem yoxdur amma, düzdür? Hərəkətində problem yoxdur. Elə bil əlindən sıyırır, qaçmaq istəyir. Maşını da rastda girir, bax bu Okay, dərəcədə. çox sağ olun. Mənə bəs. Sualınız varmı sizin? Ya. Sual yox. Efir vasitəsilə dinləyin. Təbii uşaqda psixi, nevroloji problemlər də çoxdur. Buyurun fikirlərinizi deyin, doktor. Mən birinci peyvəndlərdən başlamaq istərdim. Çünki mənim üçün çox əhəmiyyətli ikinci yaralı yerimiz. Bəli, bizim çox yaralı yerimizdir və açıqca mən yenə də bu 7 aydır Azərbaycandayım. 7 aydır xidmət göstərməyə çalışırıq xəstəxanada və bu vaxt yəni artıq yetərli bir müddət oldu ki, ailələr gəlir və çoxu da imtina edir peyvəndlərdən. O qədər çox belə bir xəstələrimiz var ki, mən doğrudan da üzülürəm. Çünki məsələn Türkiyə ilə və dünya ilə müqayisə elədiyimiz zaman oradakı ailələr tərsinə vaxtında niyə vurdurmadınız peyvəndi? Niyə bu uşağın burnu axır? Yenə də vuraq deyir, amma burada tərsinə vurmaq istəmirlər. Bir inanış var ki, peyvənddən sonra bu cür o yəni deyilən şeylər kimi belə bir şeylər olur. Yəni uşaqlar pisləşir. Bununla əlaqəli olaraq çox elmi tədqiqat aparılıb dünyada. Və bugünə qədər aparılan bütün elmi tədqiqatlar ki, bu dediyim kimi bir kitabda deyil, çox kitabda əsaslanaraq bu cümləmi qurmaq istəyirəm. Yəni peyvəndlərə bağlı olaraq sizin dediyiniz, yəni o uşağın ciddi əqli durması, bundan sonra inkişaf eləməməsi kimi bir şikayəti olmaz. 5-ci ayda vurulan peyvənd çox güman ki, AKDS və ya pnevmokok peyvəndidir. Pnevmokoka qarşı, amma o vaxt siz 5-6 il əvvəldən danışıq. O zaman çox güman ki, AKDS bir də poliomiyelit damcısı var idi. Bəli. O AKDS dediyi göğüs kürə, difteri vardır. Bizdə üzülərək demək istədiyim bir şey var ki, diaqnoz düzgün qoyulmadığı zaman uşaqda niyə olduğu bilinmədən ən asan iş peyvəndə bu günaha atmaq. Bu çox asan bir işdir. Günahkar tapmağa nə var ki? Və bu da ailələr də bunu bir şəkildə qəbul edir. Əslində ailə deməlidir ki, peyvənddən başqa bir səbəb ola bilərmi buna? Məsələn, burada çox daha məntiqli bir sual ola bilərdi. Yəni bu uşağın belə olmasında bəlkə başqa bir səbəb var, sadəcə peyvənd elə, amma insanlarımız elə bu peyvəndə bağlanıblar ki, güya bu hər şeyə səbəbkarıdır. Bu da diaqnostikanın biraz bu mənada problemli olduğunu göstərir. İndi peyvənddən sonra belə bir vəziyyət olmaz. Bu birinci sualımın yəni birinci tərəfi budur. İkincisi budur ki, mütləq bu uşağı çox yaxşı bir nevroloq görməli, nevropatoloq görməlidir. Niyə görə? Çünki bəzi irsi olan, yəni illa ki atada, anada olmaq məcburiyyət də yoxdur.
sonradan uşaqda formalaşan və 6-cı aydan sonraki uşaqdan ilk 6 ayda biz çox hərəkət gözləmirik. Ancaq gülür, tualetə çıxır, əmir, yəni bu çox basit hərəkətlərdir. Amma 6-cı aydan sonra artıq sosial həyat başlayır, tam inkişaf başlayır və o vaxta qədər ailə bunun görmür ki, problemlidir bu uşaq. Eşitməni hiss eləməyə bilər o vaxt. Hə də deyirəm də tam da klassikdir. Çox vaxt bu peyvənd məsələsində 5, 6, 7 aydan sonra bu uşaq birdən pisləşdi deyil, amma əslində bu uşaq vaxtında o 2-ci, 3-cü ayında yaxşı bir pediatr tərəfindən görülsə, bəlkə də o vaxtda asosial davranış, uşaqda eşitmə qüsuru, bu cür şeylər yəni aşkar oluna bilərdi. Amma biz bilmirik indi necə oldu, bu durumda necə bir vəziyyət oldu, amma ən azından mütləq yaxşı bir nevropatoloq görməlidir və mütləq gözəl bir analizlərdən, yəni məsələn başın MRT-si dediyimiz maqnetik rezonansına mütləq çəkilməlidir. Niyə görə? Çünki əqli inkişafı 1 yaşdakı kimi bir uşaqdadırsa, amma 6 yaşdadırsa mütləq beyində bir problem vardır və buna yəni bunu araşdırıb baxmaq lazımdır. Məncə burada peyvənddən daha çox əsl səbəbi axtarmaq daha faydalı ola bilər. Ən vacibi də odur ki, bəlkə altında bir səbəb çıxarsa, onu müalicə edib bu uşağın biraz da olsa yaxşılaşmasını, sosiallaşması və biraz daha normal həyata dönməsini, bəlkə bu diaqnoz qoyulsa, düzgün diaqnoz qoyulsa, bunu eləmək olar. Və gələk karlıq məsələsinə. Çox sağ olun, çox minnətdaram bu fikirlərinizə, ürək yanğısı dediyinizlə hamısına və karlıq məsələsinə gələk ki, 6 yaşından sonra hətta koxlear implant olunsa belə, məsələn, bunun kömək eləmək, tam eşitməsi yoxdursa. Ümumiyyətlə rəyiniz nədir bu uşaq barəsində, doktor? Tabii hemen son sorunuzu cevaplayayım. Kohlear implant söz konusu olunca takabilirsiniz ama onu kullanabilmek için hastanın mental retardasyonu olmaması lazım. Evet. Yani akli inkişafı tam olması lazım ki ona uyum sağlayabilsin. Burada tabii en önemli şey yeni doğanlarda tarama testleri. Bir popülasyona, bütün ülkeye yayıldığı takdirde o zaman birçok şeyi erkenden yakalama daha şey olacaktır. 1 yaşından itibaren 6 yaşına kadar önemli bir 5 yıl geçirilmiş. Teşhiste bir kere sorun var. Gerçi forsepsle yanlış anlamadıysam forsepsle bir doğumdan bahsedildi değil mi? Zor bir doğumdan bahsedildi. Evet, yani doğum esnasında doğum kömeyici vasıta istifade olmuştu. Bir problem olmuş olabilir. İşitmeye yönelik. Eğer akli inkişafı normal olsaydı o zaman kohlear implanttan fayda görebilirdi. Evet. Ama şu durumda tekrar gözden geçirmek lazım. Akli inkişaf etmediği için mi acaba konuşmuyor, danışmıyor? Bir de ona bakmak lazım. Belki işitmesi normal ama mental retarda olduğu için konuşma şeyi yok. Bunu iyi değerlendirmek gerekir. Yani kulak burun boğaz muayenesi de vaciptir. Nevropatolog da vaciptir. Pediatr da bakmalıdır. Evet. Bunu bilin ve bu muayene bir defa canınızı dişine tutun ve sonuncu defa da olsa bir ciddi muayene təşkil etdirin deyəcək. Bir əlavə də eləmək istəyirdim. Hocamız bayaq dedi, çünki Türkiyənin rutin bütün doğulan uşaqların hamısında eşitmə testi olunur. Bu bir məcburiyyətdir. Bu bir məcburiyyətdir. Bu çox vacib bir şey. Dünyanın birçok ölkəsində bu proqramlar var və uşaqlar, mən keçən verilişdə topuq testi dediyimiz, yəni bu zeka testi deyirlər, qanda baxılır və özəlliklə bəzi xəstəliklər, metabolizma xəstəlikləri vaxtında aşkar olunsa tamamən sağlıqlı, yəni heç bir problemi olmayan uşaqlar ola bilər, amma əgər vaxtında baxılması artıq 5, 6, 7 aya çatdığı zaman artıq heç bir şeydə eləmək olmur. Ona görə o eşitmə testi taraması çox vacibdir, yəni skriningi çox vacibdir. Çox minnətdaram doktor. Bir sual verəcəm bu mövzumuzdan, indi istiqaməti götür, qulaq burun boğaz burada həkim buradayken və sizə təbii sual maraqlıdır. Boğaz kəstirməli ya kəstirməməli? Boğaz nə zaman kəstirməlidirlər valideynlər? Yəni tonzilektomiyadan söhbət gedir doktor. Başka bir mövzu olsa da ben istəyən vaxta sığışaq. Biz kısa buna cevap verəsiniz. Sizə bir sualım olacaq doktor. Buyurun. Tonsilektomi bir yılda bir çocukta 5'ten fazla tonsil enfeksiyonu söz konusu ise. Anginas olarsa. Anginas, evet. Ve bu enfeksiyon bakteriyel ise bu kanıtlanabiliyorsa o zaman cerrahi indikasyon doğar. Aksi takdirde herhangi bir gereksiz operasyona ihtiyaç yok. Evet. Çox minnətdaram doktor. Mən az vaxtımız qalıb. Demək olar ki, 2 dəqiqə doktor vaxtımız qalıb. Ona görə qısaca Keysərlə, bax bayaq valideynlər biz onun üstündən keçdik, amma keçməliyik məncə. Keysərlə doğulan uşaqlar, əsassız yerə Keysərdə valideyn nədənsə qorxu, yanasa tibbi göstəriş ayrı şeydir, o da bir fərqli məsələdir. Keysərlə doğulan uşaqlarda
həzm problemləri və yuxarı tənəffüs problemləri, allergiya problemləri daha çox rastlanır. Bu barədə çox xahişim. son illərin trend mövzusudur. Yəni Bəli. çox araşdırılan və çox elmi tədqiqatlar aparılan bir mövzudur və çox ciddi sübutlar çıxdı ortaya. Yəni o da onu göstərir ki, Keserlə əgər göstərişsiz Keserlə alınan bir uşaqdırsa, bunların tənəffüs yolu problemləri o birisi normal doğumla doğulan uşaqlara görə daha tez olur, tez rastlanır. Hələ ki, allergik astma dediyimiz, yəni bronxial astma dediyimiz xəstəlik daha tez olur. Amma burada mən yenə də çox altını çizərək bunu vurğulamaq istəyirəm. Yəni göstərişsiz, yəni göstəriş varsa mütləq kesaryanla alınmalıdır. Bunu o barədə yəni burada tərs bir mesaj verməyə, yəni bu mənada verməyə. O doğrudan da həzm sistemində də problemlər yaranır kesaryanlarda olur. Bunlarda mədə-bağırsaq kolonizasiyası çox fərqli olur. Bunlar üçün də bizim üçün bu mövzu çox əhəmiyyətli bir mövzudur. Biz ona görə ginekoloqlarımızla həmişə toplantılarda, iclaslarda olduğumuz zaman göstərişsiz kesaryan operasiyalara qarşıyıq. Uşaq həkimi olaraq onlara qarşıyıq. Və ana südü barədə bir cümlə doktor, bir dəqiqə. Ana südü isə ana südü ən ideal, uşaq üçün ən vacibi olan, hər uşağa görə ayrı olan, yəni hər ananın südü fərqlidir deyirlər. Hər uşağa görə fərqli şəkildə formalaşan və uşaq üçün ən vacib olan bir qidadır. Biz ilk 6 ayda heç bir su buna daxil olmaqsa, heç bir şey vermədən sadəcə ana südü ilə qidalanmasını istəyir uşaqlar. Və vitamin D hekayəsi doktor. Vitamin D də bütün uşaqlarda fəsildən, yəni qış, yay asılı olmayaraq bütün uşaqlarda 15-ci və ya 21-ci gündən etibarən 1 yaşına qədər mütləq D vitamini profilaktikası almalıdır. Verməyibsə uşaq indi, valideyn indi bizə eşidibsə, pediatr deməyibsə, 2 yaşdan başlaya bilərlərmi? Başlaya bilər. Əslində 6 yaşına qədər verilə bilər. Yəni bu tamamilə uşağın günəşdən nə qədər faydalandığına bağlı. Amma 1 yaşına qədər hamıya verilməlidir. Hamıya mütləq, istisnasız. Hətta Afrikada yaşasa belə. Harda? Ən isti ölkəsində olsadır. Niyə görə? Çünki istiliklə əlaqəsi yoxdur D vitamini. O direkt günəş işığı ilə əlaqəlidir. Çox minnətdaram hər ikinizə, çünki artıq saniyelərimiz qalıbdır. Mən çox üzr istəyirəm ki, hər ikinizə istədiyim qədər də vaxt ayıra bilmədim, amma efir vaxtında sığışmaq məcburiyyətimiz var. Məncə ən vacib şeyləri toxunduq, amma bir də tamaşaçılar bildilər ki, təkcə bu boğaz deyil, ümumiyyətlə qulaq, burun, boğaz cərrahıdır professor Rəfiq Çaylan və ən müasir əməliyyatları Bakı Medikal Plaza icra etməkdədir. O cümlədən foniatriya problemi, səslə bağlı problem olan, yəni müğənnidən tutmuş aparıcıya qədər və kolleqalarımızdan da, televiziya işçilərimizdə bilsinlər. Yəni foniatriya və qulaq, burun, boğaz xəstəlikləri uzmanı mütəxəssisi kimi fəaliyyətlədir. Bunun hər iki sahədə məsləhətçiniz ola bilər. Və Elkin Rəhimov haqqında bir də onu deyim ki, Türkiyədə sıfırdan təhsil alıbdır, uzmanlığı təhsilində orada alıb və Türkiyədə tələb olunmaq, yəni çalışan, bir müddət çalışan mütəxəssis olubdur və son 7 ayda Azərbaycandadır. Mən istəyirəm o Azərbaycandan getmək qərarı verməsin, qalsın, çalışsın, işləsin. İnşallah. Çünki pediatriyada belə mütəxəssislərə ehtiyac var. Hər ikisinə minnətdaram. Bakı Medikal Plazanın telefon nömrələrini görürsünüz. Sonuncu dəfə hər iki nömrəni qeyd edə bilərsiniz. Və ailə həkimimizin qəbuluna 012 405 73 99 və 405 73